Qərbi Azərbaycan İcması, Azərbaycan Rəssamlıq Akademiyası və Q Galeri Qalereyasının birgə təşkilatçılığı ilə təsviri incəsənətdə Qərbi Azərbaycan hekayəsi mövzusunda rəsm müsabiqəsinin yekun sərgisinin açılışı keçirildi. Layihə Qərbi Azərbaycanlıların tarixi torpaqlarına qayıdış arzusunu, uzun illərdir davam edən yurt həsrətini və bu həsrətin incəsənət vasitəsilə ifadəsini özündə ehtiva edirdi. Müsabiqənin təşkil ideyası Ermənistan ərazisindən zorla çıxarılmış Azərbaycanlıların taleyinə, məhv edilmiş mədəni irsimizə və tarixi yaddaşımıza qarşı biganəliyi aradan qaldırmaq və bu həqiqətləri gənc nəslə çatdırmaq məqsədi daşıyırdı. Son 2 əsrdə xalqımızın yaşadığı müharibələr, deportasiyalar, etnik təmizləmələr, eləcə də mədəni irsə qarşı sistemli şəkildə həyata keçirilən dağıdıcı addımlar gənc rəssamların əsərlərində bədii şəkildə əks olundu. Məscidlərin, qəbristanlıqların, tarixən Azərbaycanlıların yaşadığı məkanların dağıdılması və yer adlarının dəyişdirilməsi bu layihənin əsas mövzularından biri oldu. Bu layihədə 45 tələbə Qərbi Azərbaycan mövzusunda rəsm əsərlərini və heykəltaraşlıq əsərlərini hazırlayıblar və bu gün bu Qız Qalası Qalereyasında həmin layihənin son təqdimat mərasiminə toplaşmışdır. Göründüyü kimi divarlarda bizim Qərbi Azərbaycan abidələrini, Qərbi Azərbaycan mənzərələrini əks elətdirən çoxlu şəkillər var, çoxlu rəsm əsərləri var, yağlı boya ilə işlənmiş rəsm əsərləri var və gənclərimizin bu mövzuya bu qədər həssaslığı bizim tarixi torpaqlarımıza, qayıdışımıza çox böyük dəstəkdir və burada çoxlu xarici nümayəndələr də var. Onların burada iştirakı Qərbi Azərbaycan həqiqətlərinin eyni zamanda beynəlxalq müstəviyə çıxarılmasında da öz rolunu oynayacaq. O cümlədən tədbirdə çıxış edənlər gənc rəssamların Qərbi Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı və ziyalıları barədə məlumatlandırıldığını, onların isə deportasiya olunmuş insanların qayıdış hüququ ilə bağlı məzmunlu əsərlər yaratdıqlarını diqqətə çatdırdılar. 4 mərhələdə onu qeyd edim ki, bu sərgi təşkil olunubdur. Birinci mərhələdə biz Rəssamlar Akademiyasının tələbələri ilə görüş keçirdik, onlarla məlumatlandırma sessiyası təşkil etmişik və onlar Qərbi Azərbaycan həqiqətləri, Qərbi Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı, Qərbi Azərbaycan ziyalıları haqqında məlumatlandırılıblar və bu məlumatlar əsasında bizim gənc rəssamlarımız Qərbi Azərbaycandan deportasiya olunmuş insanların qayıdış hüquqları ilə bağlı mövzunu öz özləri üçün əsas prioritet götürüblər və bu mövzuda əsərlər yaradıblar. Bu deməkdir ki, gənc rəssamlarımızı Qərbi Azərbaycandan deportasiya olunmuş insanların qayıdış hüquqları dərindən maraqlandırır və onlar öz əsərlərində heç vaxt olmadıqları Qərbi Azərbaycanı tərənnüm ediblər, Qərbi Azərbaycanı vəsf ediblər. Bu sərgidə biz çalışmışıq ki, Qərbi Azərbaycanda olan bizim memarlıq abidələri hansına ki, işğalçılar tərəfindən zədə vurulub, onların bərpası ilə təbiətimizə vurulan zədələri göstərək və biz qarşımıza məqsəd qoymuşuq ki, gələcəkdə də belə bir sərgilər keçirdək və bu bizim mədəni irsimizi nümayiş elətdirək. Təkcə biz memarlıq abidələri deyil, Qərbi Azərbaycanda yaşamış mütəfəkkirlərin, rəssamların, şairlərin də həyatlarına bəhs edən əsərlərə müraciət eləyək. Bu illər bilirsiniz ki, deməli, Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyi idi və gələcəkdə bu illər həmin o obraza da biz müraciət eləyəcəyik və bu yaxınlarda ona aid bir sərginin də açılışını nəzərdə tutulur. Qeyd edək ki, sərgi Qərbi Azərbaycan həqiqətlərinin bədii dildə təqdim edilməsi, tarixi yaddaşın qorunması və gənc yaradıcı mühitin bu mövzuya cəlb edilməsi baxımından mühüm layihə kimi dəyərləndirilir. Tədbir sənət ictimaiyyəti və ziyarətçilər tərəfindən böyük maraqla qarşılandı.